Deyin. Buradan elə bir atılan güllə var ha. Güllə atılan qırmalar var, qırmayan yerlər var burada. Bunda kırmaların hamısı bədəninə dəyməyib, değil mi? Bədəndən çıxıb idi mi? Yox ki. Ciyər çöldə idi, yersiz. Yaxın məsafədən vurdu. Tət belə. Ciyər hissəsi var, ciyər hissəsi çöldə. Qırağda. Çöldə, ciyər çöldə. Ən birinci ölən momentində mən gəldim. Yaxından burada qonuşuram. Arası değil. Güzel. Koşun şimdi çok. Allah bəla. O yandırılan ki, mənim balamı bir kəlmə Adın Möhnətov. Möhnətov Rəşad Rafədoğlu. Mən ölən şəxsin qaynıyam, həm bacımın yoldaşıdır, Yeznəmdir özümdə. Yəni heç kimlə dəyib dolaşan 4 insan deyildim. Gecə sağarsa bir 02:45 saat 40 olardı, çaqalardı. Bacım zəng eləmişdi atama ki, famil ölüb. Deyir nə məsələyə görə? Deyir şeydir. Yeznəsinə gəlib gülləliyib öldürüb. Biz də durub gəldik bura. Gördük ki, meyit yerdədir. Yəni qızıl qanın içindədir. Bir də güllə vurub, arxa tərəfdən vurub, ürək tərəfdən keçmişdi. Yəni bağırsanıq zada həm də çöldə idi də təmiz. Heç nə gəldi, gördük ölüb elə bir skorzat gəldi, yəni polislər gəldi, axtarış elədilər, nə bilim, ora-bura. Məsələn, getdilər sonra həmən insanın evinə. Elə bir ki, bu piano olub, gecə saat 3-ə gəlib, 3-ə qalmışsa gəlib. Anası deyib ki, adı Famildir, ölən şəxsin Yeznəmi. Deyib, ay Famil, gör qapıyı kimdir, açana, adam gəlib. Bu da görüb ki, şeydir, Yeznəsi gəlib. Yəni, gəlib Yeznəmdə, Yeznəm başqa kimdir, gecə var. Yəni, gəlib qapıyı açıb, elə o qapıyı, yeşə qapını. Yəni, açıb, gəlib, o gələnə qədər, bu da sizə bağışının əyğundan gedilmiş mənə Yeznəm. Elə əyğundan çıxan momentdə 5 metr aralığa varmış. Güllər götürüb, yəni buna vurub. Qaçmaq istəyən momentdə, elə 2 dəfə deyib ki, eləmə. Cavan uşaqlarım var, balalarım var, yoldaşım var, eləmə. Xeyri yox imiş deyib. Bir də atıb buna birinci, ikincini də qoymaq istəymiş, atsın buna. Görüb ki, ölüb, can verib də, özü ölüb, çıxıb gedib. Səsə-zədə baxdırlar, elədilər, cəmat qonşu çıxdı, yoldaş zədə çıxdı. Gördü ki, yəni bu insan cəhətdə vurub da, güllərlə vurub, öldürüb. Vurandan sonra qaçıb oldu, hə? Hə, vurandan sonra mindi maşına, yəni çıxıb gedib. Biz də gəldik görsün, yəni meyit yerdədir. Yəni özünlə dolaşan adam dörd də, yəni özü alı versəydi, nə yoldu, girirdi. Nə bilim, üzümə gedirdi, yarpağa gedirdi, nə bilim, qarpıza, gilasa zada, yəni meyvədə işləyirdi də. Özündə bir də maşın var, 06 idi. Nə bilim, görək arayın. O 2 dənə bala. Darıxdırın, səbrin olsun, səbrin. Bizim başımıza gələn bu. Hər işlərin. Uşaq qaldı ağlaya-ağlaya. Ata istəyir. Deyir, papa hanı? Deyirəm, papa almağa gedir. Deyirsiz, ağısız uşağımı da bala. Uşaq da qaldı ağlaya-ağlaya. Qaldı bala. Böyləcəli günlərim daldı yemiş, ay bala. Mən öləydim də. 76 yaşım var, ay bala. Gör necə yaşayıram. Gör necə. Axşama qədər işləyirəm də, ona görə yaşayıram. Allah köməyiniz olsun. Allah köməyiniz olsun. Lətifov Mələkdə, anasıyam da. Yatmışdıq başladım. Gecə saat 3 idi. Gecə saat 3 idi. Bir də gördük ki, varatamız dögülür, siqnal verilir. Uşaq durdu yerindən, dedi bu vaxt kim olar balam, bu beləncə siqnal verin bizi çağırır. Düşdü gəldi, düşdü tələsiqli gəldi ora. Gəldi ora, elə o da maşınla girdi həyətə. Maşınla həyətə girməyinə uşaq da orada elə o söküntünün yanındaydı. Dedi də əlbəttə indi piyandı, indi yaparım içəridə. Burada sulumuz var idi, gedib çay zad içərim. Götürdü zadı, həmən o tüyəydi, nə idi belə. Götürdü, vurdu uşağı, uşaq yıxıldı yerə. Yıxıldı yerə. Mən elə bildim ki, ölmədi də. Yugurdum oğlumu ön çağırdım, bunları çağırdım. Gəldilər, gördülər, haçandı ölüb. Düz ürəyinin başından vurdu. Balam getdi. Qaldıq ki, dəzələn başlı başına. Bilmirəm, bala özünün deyil.
Qardaşınındır. Ancaq hamı axşam dedi ki, qardaşının olub, onun tüvəqi yox idi. Qardaşı Şahinin olub. Hə, bax eləncik, o gəldi mənim balamı, öldürdü, çıxdı, getdi, başa dönüb. Və axşam 102 də vardı, Naqqərdənə sağ olsunlar, milisələr, nə hardan, kim eşitdi, gəldi bura. Allah köməkləri olsun. Neçə övladı vardı? Dünyasındakı neçə övladı vardı? 3 dənə uşağı var idi. Qızı elə bir günən ki, başa dönüb. Sada köçürtmüşük. Qız, anaları öləndən sonra qızı köçürtdük Qobistana. O getdi, bir də uşağı var. 2 də oğlu var idi. Onlar da biri saat Laçında əskəridir, 5 aydan sonra gələcək. Biri də ki, budur. Biri də budur, qalıb, ağıllı baladır. Qalıbdır orada, həm əskərliğin yerində, həm də oturub işləyir. Balaca. Hə, balaca da ikinci yoldaşını öyləndirdik. Mən də tək idim də, işlərə gücüm çatmırdı. Öyləndirdik, o balaca o 2 yaşında qızı da Allah